Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Meteorun təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC FM Azərbaycan yazmaqla Züriyə Qarayeva ilə danışacaq. Politoloq Züriyə Qarayeva. Hər vaxtınız xeyir olsun Züriyə xanım. Hər vaxtınız xeyir olsun, xoş eşitdik. Qarşılıqlıdır. Züriyə xanım, Ermənistanda demək olar ki, seçkiyə artıq bir neçə gün qalıb. Ayın 7-si seçkilərdir və çox qızğın mübarizənin biz şahidi oluruq. Hətta xarici dövlətlər belə öz belə deyək dəstəklədiyi şəxslərə bir mesajlar ötürür. Xüsusilə Rusiya tərəfdən biz bu mesajı gördük və burada elə istəyərdim ki, tam dəqiq bu mesajları, xüsusi tezisləri oxuyum ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev belə bir açıqlama verdi ki, Moskvanın strateji tərəfdaşı Ermənistan xalqıdır, hər hansı bir Ermənistan lideri deyil. Nə demək istəyirlər? Bəli, əslində tam olaraq belə desək, hazırki dönəmdə, yəni seçki öncəsi, seçkiyə çox az zaman qalmış bir dönəmdə səslənməsi gözlənilən bir mesajdır. Yəni Medvedevin bu açıqlaması əslində Rusiyanın Ermənistandakı mövcud hakimiyyətdən ciddi narazılığının həm də açıq mesajıdır. Ancaq həm də buna paralel olaraq Ermənistanı hakimiyyətdə kimin təmsil olunmasına asılı olmayaraq, qarşıdan gələn seçkilərin nəticəsinin nə yöndə olacağından, Paşinyanın yenə qayıdıb qayıtmayacağından və yaxud da itirərsə də o posta kimin gəlməsindən asılı olmayaraq Ermənistan yenə də Rusiyanın əsas orbitində olmalı olan ölkələrdəndir demək istəyir. Vacibdir, yəni Ermənistanda dayaqlarının, Rusiya dayaqlarının mövcud olması və bu mövcudiyyətində davam etməsi. Əslində yəni bu mesajdan həm də bunu bu məqamı anlamaq mümkündür. Yəni Moskva artıq açıq şəkildə göstərir ki, Paşinyanın qərbə yaxınlaşması, inteqrasiya siyasəti Rusiya tərəfdən, Kreml tərəfdən bir təhlükə kimi qəbul olunur. Həm də bu nüansı bariz formada belə desək dilə gətirir və mesajı göndərmiş olur. Burada bir Ukrayna yolu ifadəsi də düşünürəm ki, dilə gətirilməsi təsadüfi deyil. Yəni Rusiya həm də bununla demək istəyir ki, Ermənistan da Ukrayna kimi Rusiyadan uzaqlaşsa, elə Ukraynanın da taleyini gözləyə bilər. Yəni regionda daha böyük siyasi və təhlükəsizlik böhranı ilə bir növ qarşılaşmış ola bilər. Xüsusən də Avrasiya İqtisadi Birliyi məsələsi də bu mesajlarda qabardılır. Təbiidir ki, bu da onu göstərir ki, Moskva Ermənistanın iqtisadi baxımdan Rusiyadan tam qopa bilməyəcəyini düşünür. Çünki elə bir dayaqlar mövcuddur ki, Paşinyan öncəki hakimiyyətlər dönəmində, yəni müstəqillikdən bu yana iqtisadi mənada Ermənistan tam Rusiyanın bir oyuncağı olub. Ona görə də bu dayaqlar indi Qərbin siyasi portretini çizərək hakimiyyətə gətirdiyi Paşinyanın hakimiyyəti dövründə belə aradan qaldırılması mümkün olmayıb. O məsələni xatırlatmağa çalışır ki, bax bu məqam da öz-özlüyündə kifayət eləyir ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq Ermənistan yenə də Rusiyanın forpostudur. Yəni bunu anlamaları mütləqdir. Amma paralel olaraq Ermənistan cəmiyyətində də nəzərə almaq lazımdır ki, Rusiyaya qarşı bir inamsızlıq var və günü-gündən artır və Paşinyan hakimiyyəti də analiz etdikdə görürük ki, sanki bu balansı bir növ dəyişməyə çalışır. Yəni indi əsas məsələ odur ki, Kreml bu mesajlarla həm təzyiq göstərir, həm də Ermənistanda siyasi proseslərə daha sərt müdaxilə edə biləcəyi mesajını vermiş olur. Paşinyan həm də son dönəmlər maraqlı açıqlamaları var və hətta o cür addımlar atır ki, sırf xalqın rəğbətini qazansın və başa salsın ki, Azərbaycanla tərəfdaşlıq, Azərbaycanla dostluq əlaqələri, bizim aramızda olan sülh bizi sadəcə inkişaf elətdirəcək. Elə Axalkalati-Qars dəmir yolu xəttinin açılması da bunun nümunəsidir deyə düşünürəm. Çünki 10 gün qalmış seçkilərə, 14 gün qalmış seçkilərə bu cür addımın atılması məncə inkişafı göstərəcək bir amildir və deyir ki, biz əgər mənlə davam eləsək, daha da yaxşı olacaq.
Bəli, əslində tam real vəziyyəti belə desək Paşinyan aşılamağa çalışıb, ifadə etməyə çalışıb. O həm də seçki öncəsi Ermənistan cəmiyyətinə göstərməyə çalışır ki, Azərbaycanla sülh bir siyasi güzəşt məsələsi deyil, hansı ki, daxildə müəyyən xüsusən də qruplaşmalar var. Həm xarici qüvvələrin təsir dairəsində olan, həm fərqli. Onlar cəmiyyət içərisində bu fikri sirayət etdirməyə çalışırlar ki, güya Paşinyan müəyyən məsələlərdə Azərbaycana sanki güzəşt eləyib. Bax, həm də bu məqamı Paşinyan onları aşılamağa çalışır ki, bu hər hansı bir siyasi güzəşt məsələsi deyildi. Bu bizim etməli olduğumuz idi. Bu bizim üzərimizə qoyulan artıq yük idi. Bax, biz bu artıq yükdən azad olmuş olduq. Həm də dolayı bu mesajları vermiş olur. Və təbiidir ki, Azərbaycanla bağlı məsələnin də, sülh gündəliyi məsələsinin də xüsusən seçki öncəsi onun çıxışlarında dilə gətirilməsi hesab edirəm ki, təsadüfi deyil və elə seçkidən sonra konstitusiya dəyişikliyi və sülh müqaviləsinin imzalanacağı prosesinə də işarətdir. Yəni artıq belə desək ipuçlarını vermiş olur da gələcək icra olunacaq proseslərlə bağlı ki, indidən yəni hazır olmaq lazımdır. Ki yəni burada hazırlıqlıq bir məsələ də mövcud deyil. Məlum məsələdir ki, dünyada, tarixdə ənənəvi olaraq mövcud olan bütün müharibələr sonuçda nəticədə sülh müqaviləsi ilə nəticələnir və təbii olaraq da bu münaqişə də ki, artıq biz təbiidir ki, o səhifəni tamamilə geridə buraxmışıq və diplomatik istiqamətdə də çox uğurlu irəliləyişlər etməyə bacarmışıq. Məhz Bakının strateji düşünülmüş addımları sayəsində və reallıq və tələb bundan ibarətdir ki, bu sülh müqaviləsi imzalanmalıdır. Əlbəttə ki, maksimum şəkildə yayınsalar imzalanmayacaq, bizim itirəcəyimiz bir şey yoxdur. Bütövlükdə itirən tərəf məhz Ermənistan olacaq. Ancaq real şərtlərdə bunun imzalanması labiddir. Ona görə də Paşinyan məhz bu məsələləri erməni cəmiyyətinə tərqim etməyə çalışır. Çünki uzun illər Ermənistan cəmiyyətinə Azərbaycanla sülh təhlükədədir və yaxud da bu müqavilənin imzalanması böyük bir təhlükədir mesajı çatdırmağa çalışırlar az öncə dediyim kimi. Bəs bu aşılanmış fikrə qarşı Paşinyan sülh gəlir, yol, bazar, ticarət, kommunikasiya məsələlərində həm də dividendlərin əldə olunması deməkdir. Sosial rifah halının həm də yüksəlməsi deməkdir. Tezisini, mesajını həm də ötürməyə çalışır. Ona görə düşünürəm ki, Axalkalaki dəmir yolu məsələsi də bu periodda heç də təsadüfi deyildi. Siz onu çox gözəl vurğulamış oldunuz. Bu Ermənistan üçün həm regional blokadadan çıxış deməkdir, həm Azərbaycan-Türkiyə ilə normal münasibətlərin artıq praktiki müstəviyə keçid olması deməkdir. Keçid cəhdidir və yaxud da Ermənistan tərəfdən bu cürdə biz bunu qiymətləndirə bilərik. Həm də Paşinyan xalqa demək istəyir ki, əgər sülh sazişi imzalansa, Ermənistan yalnız siyasi sahədə deyil, həm də iqtisadi çox böyük dividendlər əldə etmiş olacaq. Ona görə də onun seçki strategiyasını da elə bax bu motivlər üzərində biz əlaqələndirə bilərik. Yəni mən sizi müharibədən yox, iqtisadi sıçrayışdan, iqtisadi açılımdan danışan Ermənistan modelinə doğru aparıram. Yəni revanşistlərdən fərqli olaraq mən bunu sizin üçün edirəm. Amma bu xəttin qarşısında həm Rusiyanın təzyiqi, həm də Ermənistan daxilində revanşist dairələrin müqaviməti dayandığını da nəzərə alsaq, seçki prosesinin olduqca gərgin keçəcəyini proqnozlaşdırmaq mümkündür. Amma Paşinyanın şansı nə qədərdir? Paşinyanın şansı mən hesab edirəm ki, kifayət qədər var. Çünki nəzərə almaq lazımdır ki, bundan öncə də 2021-ci ildə xüsusən də vəziyyətin olduqca Ermənistan baxımından təbii ki, bunu deyirəm. Cəmiyyətin şüuru, təfəkkürü, yanaşması baxımından mən bunu deyirəm ki, onlar üçün gərgin bir zaman idi da ki, müharibəni uduzmuş bir lider idi Paşinyan. Ancaq buna rəğmən hələ də o 2021-ci il seçkilərində Paşinyan qalib gəldisə və ondan sonra da bir neçə il sonra İrəvan meriyasına keçirilən seçkilərdə də hazırki hakim partiya, Mülki Müqavilə Partiyası qalib gəldisə, düşünürəm ki, elə bu seçkilərdə də şans böyükdür. Çünki bir tərəfdən Qarabağ məsələsindən sonra ciddi tənqid alır, digər tərəfdən də alternativ siyasi fiqur problemi hələ də qalır.
Ona görə də Ermənistan cəmiyyətinin bir hissəsi əgər Paşinyandan narazıdırsa, amma eyni zamanda köhnə hakimiyyətin geri qaytarılmasını da onlar istəmirlər. Yəni Paşinyanın həm də üstünlüyünü təmin edən məsələ budur. Həm də dediyim kimi, yəni cəmiyyət də artıq reallıqları başa düşməyə başlayıb. Anlayırlar ki, o oğulları yad torpaqlara görə nəyə görə ölümə getməli idilər? Bax, bu fikri, bu sualı onlar təbiidir ki, verməyə başlayıblar. Paşinyan da onlara anlatmağa çalışır ki, bax, məhz bu tendensiyanın, bax, bu ölümlərin biz qarşısını alırıq ki, artıq başqasının torpağı bizə lazım deyil. Biz o torpağı sahibi olana verməliyik və nəticədə sülh şəraitində normal yaşamağı bacarmalıyıq. Və Paşinyanın indi kampaniyası da təhlükəsizlik, həm də normal həyat prinsipləri üzərində qurulub. Yəni insanlara izah olunur ki, davamlı gərginlik Ermənistanı daha da zəiflədə bilər. Amma sülh və kommunikasiya xətlərinin açılması əksinə iqtisadi canlanma yarada bilər. Azərbaycanla münasibətlərin normallaşması, dəmir yolu, regional layihələr, bax bunlar barədə mesajların artması da hesab edirəm ki, həmin o normal həyat tezisinə hesablanır. Yəni Paşinyan çalışır ki, seçici onu müharibəni digərlə hansı ki Qarabağ klanı dediyimiz o təmsilçilərdən fərqli olaraq müharibə gətirən yox, əksinə böhrandan çıxış yolu axtaran lider imici, belə bir reputasiya özünə formalaşdırmağı demək olar ki, bacarıb. O baxımdan üstünlükləri var deyə bilərəm, amma az öncə də qeyd elədim ki, risklər əlbəttə ki var, böyükdür. Medvedevin az öncəki mesajı elə öz-özlüyündə bu riskin, bu təzyiqin Rusiya tərəfdən mövcud olduğunu və mövcud olacağını göstərir, deməyimiz əsas verir. Çünki Rusiya da açıq şəkildə Paşinyandan narazıdır. Kremlin informasiya təsiri nəzərə almaq lazım ki, Ermənistanda hələ də güclüdür. Siyasi elita, hərbi elita içərisində Rusiyanın nüfuzu güclüdür. Kilsə, revanşist qruplar, keçmiş hakimiyyət komandası da seçkiyə qədər Paşinyana qarşı belə ifadə edilsə bir emosional kampaniya aparır və aparmağı düşünür. Ona görə də bu məqamlar bəlkə də müəyyən qədər Paşinyanın reytinginə zərbə vura bilər, amma düşünmürəm ki, çox yüksək səviyyədə olsun və deyək ki, 50% üstəgəl bir baraj təmin olunmasa belə, koalisiya formasında belə Paşinyan qalib gələ bilər. Çox təşəkkür edirəm. Züreyya xanım. Mən təşəkkür edirəm. Bu dəyərli fikirlərə görə. Və Gündəm Qarabağ verilişi bununla da yekunlaşır. Bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Bugünkü qonağım politoloq Züreyya Qarayeva idi. Sağ olun, salamat qalın.